Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. RTV xəbərin xüsusi buraxılışını izləyirsiniz. Bir son dəqiqə xəbərini sizin diqqətinizə çatdırırıq. Sumqayıt şəhər 2-ci mikrorayon ərazisində dəhşətli yanğın hadisəsi başlayıb və hal-hazırda yanğın hadisəsi şiddətlə davam edir. Yanğının söndürülməsi barədə işlər görülür və bu barədə isə bizə daha ətraflı məlumatı müxbirimiz Əli Həmzəyev verəcək. İndi isə ona bağlanırıq. Buyur Əli, səni eşidirik. Bəli, Əhməd, Sumqayıtda dəhşətli yanğın hadisəsi baş verir hal-hazırda. Hadisə şəhərin 2-ci mikrorayonunda qeydə alınır. Hətta qeyd edək ki, əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub və təhlükəsizlik tədbirləri görünür. Qeyd edək ki, artıq bəzi vətəndaşları tüstünün zəhərlənməməsi səbəbi ilə tüstünün zəhərlənməməsi üçün binalarından çıxardırlar. Qeyd edək ki, məlumatlara görə hadisə 5 mərtəbəli binada 4-cü mərtəbədə qeydə alınıb və yanğının səbəbi isə hələ məlum deyil.